Bakuş uşaqlıq illərimizin ən ləzzətli şirniyyatlarından biri idi. Bugün gəlin onu evdə hazırlayaq. Cəmi 3 ərzaqla 20 dəqiqəyə hazır oldu. Bizə lazım olan ərzaqlar: marshmallow, sport peçenyası və şokolad. Əvvəlcə isti suya 2 qaşıq şəkər tozu əlavə edirik. Mən kofe sevdiyim üçün suya biraz da kofe əlavə etdim. Siz istəsəniz kofe əlavə etməyə də bilərsiniz. Sport peçenyalar yumuşaq olsun deyə hər birini hazırladığımız suda isladıb soba qabına düzürük. Peçenyələrin hamısını isladıb soba qabına düzdükdən sonra hər birinin üzərinə 1 ədəd marshmallow qoyuruq. Əvvəlcədən isidilmiş sobaya qoyuruq və təxminən 5-6 dəqiqə gözləyirik. Marshmallowlar yumuşalıb biraz əriməyə başlayanda sobadan çıxarırıq. Sobadan çıxdıqdan sonra hər bir marshmallowun üzərinə yenidən isladılmış sport peçenyasını qoyaq. Peçenyaları qoyduqdan sonra üzərini azca sıxaq ki, marshmallow peçenyanın arasına yaxşıca yayılsın. Bunları hazırlayana qədər şokoladı da buxarın üzərində ərizlədim. Bir padnos götürüb üzərinə yağlı kağız sərdim. Sonra isə hər birini əridilmiş şokolada batırıb yağlı kağızın üzərinə düzdüm. Üzerini bəzəmək üçün isə bunlardan istifadə etdim. Siz kakos, qoz və ya ürəyiniz nə istəyirsə, istəyinizə uyğun bəzəyə bilərsiniz. Sonra hazırladığımızı buzluğa qoyuruq və şokolad donana qədər təxminən 5-6 dəqiqə saxlayırıq. Şokolad donduqdan sonra bakuşlarımız artıq hazırdır.
Kənarında qalan artıq şokoladı kəsib təmizləyirik və servis edirik. Artıq bakuşlarımız hazırdır. Bəyəndinizsə videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və kanalımıza abunə olmağı unutmayın. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.